Biz qeyd edə bilərik zil ifadəsi ilə. Məsələn, deyə bilərik ki, qızın gözləri zil qara idi. Özü ayrı yazılacaq. Zil qara. Bundan əlavə, gələcəkdə öyrənəcəksiniz əziz uşaqlar. Məsələn, ən ədatı vasitəsilə, lap ədadı vasitəsilə, çox ədatı vasitəsilə, ən, çox, lap, daha ədatı vasitəsilə sifətin dərəcəsini çoxaltmaq olar. Məsələn, ən maraqlı dərs hansı dərsdir? Düzdür? Məsələn, lap şirin meyvə hansı meyvədir? Yaxud deyirəm ki, çox deyək ki, uzun yol məsələn. Daha deyə bilərəm ki, gözəl, daha gözəl qız və s. Gördüyünüz kimi ən, lap, çox, daha ifadələri, yəni ədatları uyğun olaraq maraqlı, şirin, uzun və gözəl sifətlərin əvvəlində işlənib, onların dərəcəsini neyləmiş oldu? Artırmış, yəni çoxaltmış oldu. Artıq sizin dərsliyinizdə olacaq nümunələr ki var, tapşırıq C olsun, C olsun, artıq bunların dərəcələrini düşünürəm ki, hər biriniz əziz 4-cü sinif şagirdləri hər biriniz artıq onların dərəcəsini bilmiş oldunuz. Belə, bugünkü dərsimizdə bu qədər. İnşallah növbəti dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.